Muaviyyəni sevirik qardaşım, və salam. Və bütün sahabələri sevirik. Və Muaviyyə qapıdır sahabələrə. Toxunma olmaz Muaviyyə. Muaviyyə kim? 1. Muaviyyə Quran vəhyinin, İslam Peyğəmbərin İslamı yaymaqda qabağını kəsən, müşrik Məkkə ordusunun başçısı Əbu Sufyanın oğludur. Bu atası. 2. Muaviyyə Uhud savaşında Həzrət Həmzəni bir Həbəşliyə nizə ilə qətlə yetirən və bu azmış kimi sinəsinin üstünə çıxıb, xəncərlə sinəsini yarıb, ciyərlərini əlinə alaraq zəfər şeirləri deyən Hində adında bir qadının oğludur. Anası bu. Həzrət Həmzə İslam ordusunun başçısı və əziz İslam Peyğəmbərin əmisi olub. Bədir savaşında Muaviyyənin qardaşı, dayısı və qohumlarının bir qismi müsəlmanlar tərəfindən Bədirdə öldürülmüşdür. Və qəribəsi də budur ki, Muaviyyənin qardaşını öldürən Həzrəti Əli əleyhissalamdır. Bədir döyüşündə müşriklərdən 70 nəfər öldürülmüşdür və bunun 36 nəfərini Həzrəti Əli əleyhissalam öldürmüşdür. Muaviyyə bunları unudan deyil və yadından çıxartmayıb. Bu olanlara görə Qurandan və Həzrəti Peyğəmbərdən intiqamını almaq üçün həyatının məqsədi qoyub və buna da nail olub. Bütün amalı buydu. Həzrəti Muhammedin qarşısında qılınc ilə qalib gələ bilmədilər. Atası, özü və onun tərəfdarları. Amma Qur'anı insanların həyatından uzaqlaşdıraraq, İslamdan qopararaq intiqamını aldı. Hal-hazırda Əhl-i-Sünnə adı altında, təbii ki, bütün Əhl-i-Sünnələr buna aid deyil, İslamı yaşadıqlarını zənn edirlər. Fikir verin, Həzrəti Muaviyyə deyirlər. Əli əleyhissalam da Həzrət deyirlər, Muaviyyəyə də Həzrət deyirlər. Peyğəmbərin, ya Əli, sən danışan Qur'ansan dediyi şəxsə də Həzrət və Muaviyyəyə də Həzrət. Muaviyyə bunların dininin öndəri budur. Hal-hazırda dünyanın bir çox yerlərində dincilik adı altında yaşadılan dinin Peyğəmbəri Həzrəti Muhammed Mustafa deyildir. Həzrəti Peyğəmbər belə bir din qoyub getməyib. Bir insanın qısa bir mütaliə ilə, qısa bir araşdırmağı ilə görəcək ki, daşların biri-birinin üstünə oturduğu bir yer vardır. O da Muaviyyə İbni Əbu Sufyanın dinidir. Talan dini, yalan dini, böhtan dini, iftira dini, məzlumların haqqını yemə dini, məzlumları əzmə dini, əziz İslam Peyğəmbəri belə bir din buraxmayıb. Əksinə, Həzrəti Muhammedin dini bunların tam tərsini deyir. Və Peyğəmbərin buraxıb getdiyi din bu dindir. Bunlar bilinməlidir. Yaşlısı, cavanı, qısa bir mütaliə ilə bilinməlidir ki, əziz İslam Peyğəmbəri Həzrəti Muhammed Mustafa bizə necə bir din buraxıb, necə yaşamalıyıq və necə yaşatmalıyıq.